İkinci sualımızın izahına baxaq. Deyir 3 metrlik 60 tir var. Onları yarım metrlik hissələrə doğramaq üçün neçə dəfə kəsmək lazımdır? Demək, burada uşaqlar metr var, bir də yarım metr deyirsə, biz santimetrə çevirməliyik. Bizim 1 metrimiz bərabərdir neçə santimetrə? 100 santimetrə. Yarım metrimiz də 100-ün yarısıdır, yəni 50 santimetrə bərabərdir. Bizim də ki, tirlərimiz, tutaq ki, bax, bu tirdir. Bizim tirlərimiz 3 metrlikdir. Bəs 1 metrimiz 100 santimetrsə 3 metrimiz neçə santimetr olar? 300 santimetr olacaq. Demək, bizim tirimiz, baxın, buradan bura 300 santimetrdir. Biz onları yarım metrliklərə bölmək üçün, doğramaq üçün neçə yerdən kəsmək lazımdır? Uşaqlar, baxın, bizim demək bu tirimiz 3 metrdir axı. Biz dedik ki, 3 metrdəki 300 santimetrdir. Yəni 300-ü biz bölməliyik yarım metrə, yəni 50-yə. Bərabərdir. Bax, sıfırlar getdi. 30-u 5-ə böləndə edir 6. Demək, 6 dənə hissə olmalıdır. Biz bilirik ki, 6 hissəni almaq üçün biz neçə yerdən kəsməliyik? Kəsmək həmişə hissədən bir vahid az olur. Yəni 5 yerdən doğramalıyıq, kəsməliyik. Doğramaq. Yəni biz bunu dərsdə də danışmışıq. Yəni mən bunu 5 yerdən doğramalıyam. 1, 2, 3, 4, biraz uzadaq. 5 yerdən doğramalıyam. Və baxın, buradan bura yarım metr axı 50 sant, 50 sant. 50, 50, 50, 50, 50. Baxın, doğrudan da görürük ki, bunların hamısını toplasaq 300 santimetri verəcək və 300 santimetrdə 3 metrə bərabərdir. Baxın, 50, 50, 1 metr. Yəni 50 üstəlik 101 metr. Baxın, bu 50, bu da 50. 200 metr. Bu 50, bu da 50. Üstə gəlsək, 300 metr. 300 metr yox, daha doğrusu 300 santimetr. 300 santimetrimiz də bərabər olacaq 3 metrə. Demək, bu bizim bir tirimizdir. Demək, yarım metrliklərə bunu ayırmaq üçün 1 yerdən, 2 yerdən, 3 yerdən, 4 yerdən, 5 yerdən neynədir? Doğradıq. Amma bizə burada deyir ki, bir tir yoxdur, 60 tir var. Yəni 60 tirin üzərində bunu təkrarlamalıyıq. Əgər bir tirdə 5 yerdən doğradıqsa, 60-ı da vuracam 5-ə, bərabər olacaq 300. Doğru cavabımız hansı oldu burada? 300, B variantı. Demək, doğramaq üçün neçə dəfə kəsmək lazımdır? Demək, 300 dəfə kəsmək lazımdır.